Azərbaycan Rusiyanın Ermənistanla ticarət tranzitinə icazə verib. 26 oktyabr tarixli və gündəm xəbərin efirində bir xəbəri diqqətinizə çatdırırıq. Belə ki, Azərbaycan Rusiya məhsullarının Ermənistan istiqamətində tranzitinə razılıq verib. Gündəm xəbər Müsavat.com istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overchuk bəyanat yayıb və onun sözlərinə görə 2 gün öncə Azərbaycan rəsmən təsdiqləyib ki, Rusiya istehsalı olan malların dəmir yolu vasitəsilə ölkə ərazisindən keçərək Ermənistana daşınmasına icazə verilib. Overchuk həmçinin qeyd edib ki, bu qərardan sonra maraqlı irəliləyişlər müşahidə olunur və tərəflər arasında iqtisadi əlaqələrin genişlənməsi üçün də yeni imkanlar yaranıb. Qeyd edək ki, bu addım regionda kommunikasiya xəttlərinin açılması və ticarət əlaqələrinin normallaşması baxımından mühüm məsələ hesab olunur.